Ona göre hadiste necə gəlib? Peygamber sallallahu aleyhi ve sellem deyirdi, məni 2 nəfər apardı. Dediler çıx vesaire vesaire. Orada birini deyir ki, başında daşla əzirdilər. Daş yumalanıp gedirdi. Ha. Götürüb gəlirdi təzən çatan kimi. Başı darpılırdı. Baş bərpa olunurdu. Onlar kimlər idi? Hamı haqq İmam Özünün əməl etməni. Xeyr. Fərz namazlarına yatıp qalanlar və Quran oxuyub onu əməlləyənlər. İşte birbirini tamamlayır. Fərz namazından yatıb qalanlar Və Quran oxuyub onu əməlləyənlər. İşte birbirini tamamlayır. Sen necə Quran okuyansan ki, fərz namazı yatıp qalsan? Bilmə sən Quran oxuyursan, əməl eləmirsən ki, fərz namazı yatıp qalsan. Yaxı bu günləri müsibətdir, o bayaqla vurulurdu onu. Ərəblər demişlər, zəbəhnəl fəcra. Fəcr namazını qurbanlıq qoyun kimi kəsmişdir. Qanı zad daxil qutarıb. Sən nə danışsan, nə haldadır? Nə haldadır? Saat 3'e kimi sosial şəbəkədə otur, çıx namazını qılma, ya da meclisə gəlmə. Ay Allah'ın qulu, Allahu akbar. Bu nədir sənin halın? Rak'atel fecr hayrun mined dunya ve ma fiha. Fəcr namazının 2 rükət sünnəti dünya və içində nə varsa hamısına xeyirlidir. Ta ki dünya yarananlar. Gör bu dünya sənin Rəbbin qatında nə qədər qədirsiz. 2 rükət sünnə namazının nə boyda fəziləti varsa sünnətinin dünya və içindəkilərdən xeyirlidir. Elə bir gün qalmasa dünya və içindəkiləri əlindən verdin. Mən sallə fəcr və huve fi zimmətillah. Kim fəcr qılarsa o Allah'ın qoruması altındadır. Ne altındadır? Allah'ın qoruması altında. Bu səhiyyə İşte. Allah'ın qoruması altında. Öyle zimmətillah, Allah'ın zimməsi altındadır. Okunan Qur'an'a da böyle şahit İsra suresinde ayet. O inne Kur'an'el fecr kana meşhuda. Fəcr namazında okunan Qur'ana Bəli, mələklər şahiddir. bəli. Bax, sünnəti dünya və içindəkilərdən xeyirlidir. Fərzi Allah'ın qoruması altındadır. Okunan Qur'an mələklər şahiddir. Nə gözəlsən fəcr. Daha nə olsun? Böyük mükafatlardır. Və sən bunu əldən verirsən. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Məscid-i Məşəinə fi zuləminəl məsəcid min nur təmi yevmil qiyamə. Qaranlıq vaxtı məscidə ayaqla gedənlər qiyamət üçün bütün üzü nur gələcəklər. Splash noy. Bütün üzü işıq saçan gələcəklər. Hanı bu fəzilətlər? Səhər şübhəmizin içine var var. 7 yıl 8. Ne anla sevinə, ne anla fərəhlənə, ne anla deyə əvladı vəziyyət. Hal göz qabağındadır. Eğer biz bunu görürsə naqis Allah subhanahu her şey şahiddir. Millət gecələr TikTok'ta gəzir. Sənin Rəbbinizə deyir, həyyələ sələ, həyyələ fələ TikTok'ta gəzir bu. Ya həyyələ sələ, Rəbbinə deyir ki, tələs nicata doğru. Sanki sən deyirsən ki, nicatma lazım deyil, kən girək. Aydın mı? Yani sen bu dinle demesen de lisanın halini onu gösterir. Əməli. Ona göre alimler deyirlər ki, niye Allah namazı müəyyən vaxtlarda eləyir? Azanda müəyyən vaxtlarda, 5 ayrı vaxtlarda falan falan. Hamısında özün adı var ha vaxtları. Bəziləri deyir ki, bunu ona göre eləyib ki, sən istəyir ki, həmin vaxtda dünyadan qırılasan. Yani abi işleri Hatta dayandırasan, gözü de o da okundu da. 24 okundu, okundu. Hayyələ sən, hayyələ fələ. Hayyələ sən, hayyələ fələ səni dünyadan ayırmaq üçündür. Sən ayrılmırsan ki. kurtuluşa. Hayır dostum. Qısa bir